Mənim zənnimcə toyuq çığırtması toyuğun ən ləziz təamlarından biridir. Hazırlanması da bir o qədər asandır. Gəlin birlikdə hazırlamağa başlayaq. İlkin olaraq soğanlarımızı aypara şəklində doğrayırıq. Dərin bir tavaya əlavə edərək qızıl rəng alana qədər qovururuq. Digər bir qabda isə toyuğa duz, istiot, sarı kök vuraraq qarışdırırıq. Soğanlar qovrulmağa davam edərkən toyuqlarımızı üzərinə əlavə edirik. Azacıq o üz bu üz qızardırıq, ancaq tam şəkildə olmaz. Qapağını qoyub bir neçə dəqiqə vam ateşdə bişiririk. Daha sonra isə üzərinə bir qədər pomidor əlavə edirik, birlikdə bişməyə qoyuruq. Son mərhələ olaraq isə yumurtaya duz, istiot, göyərti vuraraq qarışdırırıq. Bişməkdə olan toyuğun üzərinə əlavə edirik, qapağını qoyuruq, vam ateşdə bişiririk. Yoxlayacaq olan hər kəsə nuş olsun.